X olmaq istəməyən X, Dəccəl X. Gəl baxaq. Niyə səndən əl çəkmir? Çox vaxtı videolar bəzən olur, addım atacaqmı, gələcəkmi? Ancaq bəzən bəzi X-lər olur ki, yəni əl çəkmirlər və sən istəyirsən ki, əl çəksin artıq, uzaqlaşsın. Davamlı şəkildə addımlar atır. Gəl baxaq, niyyəti nədir, niyə addım atır? Nə üçün səndən əl çəkmir və uzaqlaşacaqmı tamamilə səndən? Gəl buna baxaq. Birinci, fikrindəki bu X hazırda özü hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir? Səni necə biri olaraq görür? Gəl birinci buna baxaq. Özü hansı enerjidədir? Oy. Özü bilirsən necə insandır? Boş, həyatın dərinliyini anlamayan, nə bilim, yeni başlanğıçlar edəcəm, onu eləyəcəm, bunu eləyəcəm. Ancaq daima gedib divara dəyən, amma öz səhvlərindən nəticə çıxartmayan bir insandır burada. Bəzilərinizdə pis vərdişlər də ola bilər, nə bilim, içki və s. Bəzilərinizdə də, yəni belə də heç vaxt düzəlməyən bir insan. Amma burada daha çox bilirsiniz nədir? Hər şey mən istədiyim kimi olacaq, hər şey mənim düşündüyüm kimi olacaq. Belə bir insan var burada. Dayaz fikirli, boş düşüncəli bir insan. Okey. Sənə qarşı hansı enerjidədir? Sənə qarşı bu səndən əl çəkmir, yəni ola bilsin bununla ya ortaq bir iş yeriniz var, ya nə bilim ortaq tanışlar var, ya hər nədirsə, yəni bu daimi olaraq elə bil ki, səndən xəbər almağa çalışır. Ola bilsin ki, ortaq tanışlarınız varsa, ona da müraciət eləyir. Məsələn, ona denən tutaq ki, mənlə əlaqə saxlasın, denən barışsın və s. Amma bir şəkildə istədiyinə çata bilmir, yəni. Hamıya göstərir ki, güya ki, peşmandır və s. Yəni, belə bir addımlar atır. Sənə qarşı enerjisi də odur ki, yəni, ola bilsin ki, məsələn, addım atıbdır sizi barışdırmaq üçün və s. görübdür ki, mümkün deyil. Okey, səni necə bir olaraq görür? O, səni bilsə necə bir olaraq görür? Sən buna vaxtında çox dəstək olmusan. Ya enerjindən, ya ola bilsin bəzilərinizdən maddi bir dəstək olmusan. Çünki bu insan səndən yenə də eyni şey istəyir. Ya bu enerji vampiriymiş, səndən enerji ala bilmir deyə artıq düşübdür boş bir vəziyyətə. Ya maddi bir dəstəyimə ehtiyac var, ya işi ilə əlaqədar nəysə bir dəstəyimə ehtiyac var. Yəni bu dəqiqə səni elə bil ki, xilaskar olaraq görür də, yəni ya iş aləmində, ya hər nədirsə. Təkrardan tutaq ki, təkrar mənlə barışsaydı mənə kömək olardı və s. Belə bir olaraq görür səni. Gəl baxaq. Nə üçün səndən barışmaq istəyir? Səbəb nədir? Buna baxaq. Nə üçün səndən təkrardan barışmaq istəyir? Səbəb nədir? Nə üçün səndən barışmaq istəyir? Və səhvini başa düşübmü? Səhvini başa düşübmü? Səhvini düzəldəcəkmi? Düzəltmək istəyirmi? Tutaq ki, barışdınız, düzəldəcəkmi səhvini? Nə üçün barışmaq istəyir? Barışmaq istəyir çünki tam olaraq boşluqdadır. Yenə deyirəm, ola bilsin ki, sən buna maddi cəhətdənmi? Hər nədirsə böyük bir dəstəyin oldu. Bu dəqiqə yoxluqdadır. Ya enerji olaraq boşluqdadır, özünü boşluqda hiss edir. Ya hər nədirsə, yəni bu insan elə bil ki, fikirləşir ki, sən qayıtsan işləri düzələcək. Belə bir şey var. Yəni, qayıtmaq istəyi özünlə əlaqədardır. İstədiyi kimi alınmayıbdır həyatı. Ona görə də təkrardan tamamlanmaq istəyir. Səhvini başa düşübmü? Yox. Səhvini başa düşməyibdir bu insan. Başa düşmək də istəmir. Yəni, burada bilir, əslində səhv nədir? Bilir ki, özündə də var. Amma bu, görmək istəmir səhvini. Yəni, qəti şəkildə bu insan elə bil ki, ya buna deyirsən, ya daşa divara deyirsən, yəni. Məsələn, daşa divara bəlkə də desən nə isə əriyər, başa düşər, qum tökülər, bir nə bilim, topa tökülər, bunun mənası yoxdur. Səhvini düzəltmək istəyir, ta ki, barışdınız. Ümumiyyətlə, planı varmı səhvin? Yox, qəti şəkildə, yəni. Bunun səhvini düzəltmək planı zadı yoxdur. Bu sadəcə olaraq deyir ki, mən istəyirəm, belə də olmalıdır. Və həmçinin bunun bir dənə fikri var ki, yəni, bəlkə də bilir sənin həyatında başqa birim var, varsa əgər, və yaxud da ki, yoxdur, düşünürmü ki, o gedəcək, daha da yüksələcək, mən istəmirəm o həyat qursun, yəni, istəmir də, yəni, narsistlər olur, yəni, birindən ayrılır, ayrılandan sonra sən çiçəklənirsən, təzdən qayıdır, görür ki, sənin ətrafında seçmir, təzdən qayıdır ki, yox, o elə dərdimdən ömür boyu ölməlidir, belə bir insandır bu insan. Ona görə də xeyr, nə səhvini düzəltmək planı yoxdur, amma sənin yəni duyğusal cəhətdən sözlər vermək istəyir ki, hə, barışsaq belə olacaq. Gəl baxaq.
Səninlə əlaqədar planı nədir? Addım atacaqmı? Nə cür addım olacaq bu addım? Səninlə əlaqədar planı nədir? Hələ ki bir müddət fikirləşir ki, yox, gözlüyüm hələ necə olacaq? Məlumat axtarır, bəhanə axtarır, variant axtarır yenə də. Amma elə bir ciddi bir planı yoxdur. Yəni bu insan elə bil ki, sən canım bunu necə seçmisən? Çox axtarmısan bunu, yəni bunun dəstəsi 5 qəpik olanlardandır. Bunu çox axtarmısan sən. Çünki bu məntiqi də yoxdur ki, məntiqli bir davranış eləsin. Yəni prosta fikirləşir ki, qoy görüm, yenə bəhanə olsun, yenə addım atım. Yəni bəhanəsiz də addım atır, hər cür yəni. Okey, planı nədir? Addım atmaq istəyirmi? Fikirləşir, məsləhətləşir. Belə deyim də, ona da deyirlər ki, yox, lazım deyil, addım atma. Belə bir şey də var, yəni ola bilsin ki, addım atıb da hətta sənə söz mü göndəribdir, yəni yenə də geri çevirmirsən, qalıbdı belə boşluqda. Nə cür addım atacaq sənə? Nə cür addım atacaq? Bu partlayır, bunun ürəyi partlayır səni gördükcə. Sənin bununla ayrıldıqdan sonra amma hər nədirsə sən yüksəlmisən. Ola bilsin sən daha da bunu izləyən qadın da var, kişi də var. Daha yaraşıqlı olmusan və ya daha gözəl olmusan, nə bilim həyatında başqa seçimlərin mi var, yüksəlmisən. Bu səni belə görmək istəmir. Bu istəyir yenə gəlsin səni ayağının altında qalasan, yenə də bu sənin şotuva yüksələ. Bu partlayır, ürəyi partlayır. Yəni bu yaxşı ki bunu yəni bir şəkildə rədd eləmirsən. Gəl baxaq, addım atacaqmı sənə? Yenə də baxaq. Sənə təkrardan addım atacaqmı? Addım ata bilmir. Ya bunu bloklamısan, ya bu addım atıbdır, nə bilim ağzının payını vermirsən, uzaqlaşdırmısan. Amma bu yenə də fikirləşir ki, yolda güya təsadüfən görübdür, gizlincə, yəni getdiyin yerlərlə maraqlanır ki, görüm hələ bu hara gedir, güya riski qabağına çıxmışam, güya təsadüfdür. Sonra da desin ki, bax bizim qismətimizdir, biz ayrıla bilmərik, sevirsən məni, gəl barışaq. Yəni belə bir geri zəkalı biridir, yəni mən nə deyim ki, amma özü bərbad bir vəziyyətdədir. Gəl baxaq ümumiyyətlə ondan bir dəfəlik uzaqlaşa biləcəksənmi? Onu bir dəfəlik uzaqlaşdıra biləcəksənmi? Onu bir dəfəlik uzaqlaşdıra biləcəksənmi? Zaten sən buna çox fikir vermirsən, bunun addımlarına falan fikir vermirsən. Ancaq bu hələ bir müddət yenə də yəni orada, burada səni gizlincə izləməyi var, gizlincə addımlar atmaq istəməyi var. Ancaq bir şəkildə istədiyinə çatmayacaq. Gəl baxaq ümumiyyətlə tez bir vaxtda bir dəfəlik fikri başqasına qarışacaqmı? Bir dəfəlik uzaqlaşacaqmı səndən tez bir vaxtda? Yəni üzürlü say, bu bir müddət tutaq ki, başqasından başı qarışsa da, görsə ki, o deyil. Yəni, bu insan belə bir insandır ki, burada yazarsınız, burada bilirsən nə çıxır. Yəni, bu kişi də olsa, bu qadın da olsa da, yəni, hər iki cins baxır bura. Bu eləcə qarşısına çıxan adamlardan maddi bir gözləntisi mi olur, neysə bir gözləntisi olur. Görəndə ki, yox, yəni, onun gözləntisini doğrultmayacaq heç kim. Təkrardan yenə gedib gəlib sənə qaydacaq, yəni bu insan tamamlana bilməyəcək. Çünki bu cəzasını çəkmiş bir insandır və çəkir də, davam eləyir də çəkməyə. Bu qədər, yəni nəysə, sən bəs bu durumla əlaqədar nə etməlisən? Onun tamamilə səndən əl çəkmək üçün nəsə etməlisənmi, yoxsa elə boş verməlisənmi? Gəl baxaq, tamamilə səndən əl çəkmək üçün hansısa addım atmalısanmı? Yox, yəni tamamilə səndən əl çəkmək üçün elə bir addım atmalı deyilsən. Sadəcə yəni görməlisən ki, bu belədir, bu hələ gedib gələcək. Sadəcə buna hazır olmalısan. Bu qədər. Tamam, sənə bəs ciddi bir zərər vuracaqmı bu insan? Bundan qorxanlar da var. Bu insan sənə ciddi bir zərər vuracaqmı? Yox, yəni elə bir ciddi yox. Mənəvi tutaq ki, sənə vicdan yük eləyə bilər, manipulyasiya eləyə bilər. Ancaq bunlara da artıq sənin bunlara aldanan vaxtın keçibdir, yəni. Heç bir şəkildə mümkün deyil. Aldım, qəbul edildim, yaz, ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.